Azərbaycan memarlıq sənətinin parlaq simalarından biri Memar Əcəmi Naxçıvani. Onun yaratdığı abidələr əsrlərdir xalqımızın zəngin mədəni irsini yaşadır. Bu video çaxda böyük sənətkarın həyatını və yaradıcılığına qısa səyahət edəcəyik. Azərbaycan Respublikasının prezidenti tərəfindən görkəmli memar, Naxçıvan Memarlıq Məktəbinin banisi Memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb. Bu sərəncam böyük sənətkarın Azərbaycan mədəniyyətinə verdiyi misilsiz töhfələrin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Yubiley tədbirləri Memar Əcəminin zəngin yaradıcılığının təbliği, gənc nəslə tanıdılması və milli memarlıq irsimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Memar Əcəmi 12-ci əsrdə yaşamış, yaxın şərq memarlığında özünə məxsus üslub yaratmış qüdrətli sənətkardır. O, Naxçıvan Memarlıq Məktəbinin əsasını qoymuş, kərpiç memarlığını yeni estetik səviyyəyə yüksəltmişdir. Onun memarlıq üslubunun əsas xüsusiyyətləri həndəsi, ornamentlər, mürəkkəb naxışlar, küfi yazılar, dəqiq simmetriya və yüksək mühəndislik həlləridir. Əcəminin yaratdığı abidələr təkcə gözəlliyi ilə deyil, həm də möhkəmliyi və funksionallığı ilə seçilir. O, memarlıqda dekorativliyi konstruktiv dayanıqlıqla, ustalıqla birləşdirmişdir. Hər bir ornament, hər bir xətt dərin fəlsəfi məna daşıyır və kainatın harmoniyasını simvolizə edir. Memar Əcəminin ən məşhur əsərlərindən biri 1186-cı ildə inşa edilmiş Möminə Xatun türbəsidir. Bu abidə Azərbaycan memarlığının şah əsərlərindən biri hesab olunur. Türbənin üzərindəki yazılar, mürəkkəb həndəsi, ornamentlər və ucalıq abidəyə xüsusi əzəmət bəxş edir. Bu məqbərə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəyə Xatunun məzarı, yuxarı hissəyə isə xatirə abidəsi daxildir. Məqbərə öz formasına görə 10 bucaqlığını xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ilə qalan bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzədilmişdir. Məqbərənin üzərində gözəl xətlə Qurandan ayələr həkk olunmuş haşiyə yerləşdirilib. Təqribən 1 metr hündürlükdə olan bu yazı məqbərənin bəzəyi sayılır. Türbənin memarlıq üslubu zərifliyi ilə diqqəti cəlb edir. Bu da abidənin qadın şərəfinə ucaldılmasından xəbər verir. Tədqiqatçı memarlar Möminə Xatun türbəsini Hindistan memarlığının ölməz incisi Tac Mahalla müqayisə edirlər. Türbə həm memarlıq,